Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün ağızda ovulan, xırçıltılı, çox ləzzətli limon çiçəyi şirniyyatını hazırlayacağım. Əvvəlcə şirniyyatımızın xəmirini hazırlayırıq. Xəmir üçün bizə lazımdır yarım stəkan, yəni 100 ml su, 100 ml süd ilıq şəkildə olmalıdır. Əlavə edirik xəmiri yoğuracağımız qabın içərisinə. Üzərinə 1 çay qaşığı quru maya və 1 xörək qaşığı şəkər tozu əlavə edirik. Ümumilikdə götürdüyümüz undan da 2 xörək qaşığı əlavə edərək yaxşıca qarışdırıb üzərini bir çay dəsmalı ilə örtüb bir 10 dəqiqə, 15 dəqiqə gözlədirik ki, mayamız aktivləşsin. Maya aktivləşdikdən sonra qalan ərzaqlarımızı əlavə edirik üzərinə. Onu da qeyd edim ki, mayalı xəmir olduğu üçün mütləq çalışın ərzaqlar hamısı ev temperaturunda olsunlar, soyuq olmasınlar. Üzərinə 50 ml duru yağ, qarğıdalı yağ əlavə edirik. Ev temperaturunda tam yumuşalmış 50 qram kərə yağı əlavə edirik. 100 qram xamadır. İstənilən xamadan istifadə edə bilərsiniz. Faizinin fərqi yoxdur. 2 yumurtanı ağını sarısından ayırırıq. Ağlarını istifadə etmirik. Yumurtaların sarıların xəmiri əlavə edirik. Üzərinə 1 paket vanil və 1 çimdik də zövqə görə duz əlavə edirik. Bunları yaxşı-yaxşı qarışdırırıq. Bunları qarışdırdıqdan sonra sonda isə unu bir dəfəyə yox, hissə əlavə edərək yumuşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Bu reseptdə mən 520 qram undan istifadə etdim. 520 qram unda hər zaman videolarımda, reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə tam 4 stəkan un eləyir. Unu yenə də qeyd edirəm, bir dəfəyə yox, hissə əlavə edərək xəmiri yoğurmaq lazımdır. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb videolarımızı bəyənməyi və yaxınlarınızla paylaşmağı unutmayın. Dəyərli izləyicilərim, buradan Instagram səhifəm üçün də sizlərdən dəstək istəyirəm. Kəmalə Kərimli 82 yazaraq Instagram səhifəmə də dəstək olun. Dəstəyinizlə gəlin Instagram ailəmizi də 300 minə çatdıraq. Hədəfimiz 300 mindir. Buradan da dəstək olan hər kəsə öncədən öz təşəkkürümü bildirirəm. Və artıq xəmirimizi yoğurduq. Gördüyünüz kimi xəmir o qədər yumuşaq, gözəl bir xəmirdir ki, qətiyyən ələdə yapışqanlığı yoxdur. Üzərini örtüb, qalın büküb 1 saatlıq mayalanmağa qoyuram. Xəmir mayalanan müddətdə də biz içliyi hazırlayırıq. İçlik üçün bizə lazımdır 1 ədəd limonun sedrası, yəni yalnız sarı hissəsi. Sürtkəcin ən kiçik gözündən keçirdirik, amma mütləq sürtkəcdən keçirdərkən çalışın ağ hissələri düşməsin ki, acılıq verməsin. Və 1 ədəd də limonun yalnız şirəsi bizə lazımdır, limonun suyunu istifadə edirik, sıxıb əlavə edirik qabımızın içərisinə. Üzərinə yarım stəkan, yəni 100 ml su, yarım stəkan, yəni 100 qram şəkər tozu, 2 xörək qaşığı qarğıdalı nişastası, yarım paketdə vanil əlavə edirik. Və bunları yaxşı qarışdırıb, ocağa yerləşdirib bişiririk. Bişirməmişdən öncə mütləq kənarda yaxşı-yaxşı qarışdırın ki, nişasta tamamilə həll olsun. Bir də rənginin sarı alınması üçün mən burada çay qaşığının ucunda sarı kökdən istifadə etdim. Siz istəsəniz adi sarı rəngdə qida boyasından da istifadə edə bilərsiniz. Amma yalnız çay qaşığının ucunda əlavə etmək lazımdır. Və əlimizi dayandırmadan ocağın orta ateşində qatlaşana qədər qarışdırırıq. Artıq qapıq elədi, ocaqdan götürürük. Çünki tərkibində nişasta olduğu üçün soyuduqda da qatlaşacaq. Bir qabın içərisinə əlavə edirik. Üzərinin qaysaq bağlamaması üçün üzərinə bir salafan yerləşdirib və tam soymasını gözləyirik. Amma onu da qeyd edim ki, bəzi limonlar var, biraz acı dad verir. Limon seçərkən çalışın biraz şirin limon seçin. Biraz belə qırmızı limonlar olur ki, şirin dadı olur, qabığın da dadı yaxşı olur. O limonlardan seçin. Və artıq gördüyünüz kimi xəmirim çox gözəl mayalanıb. Mayalanmış xəmiri götürürük, biraz havasını aldıqdan sonra eyni bərabərdə olmaqla burada gözə yarı olaraq 6 hissəyə böldüm. İstəsəniz tərəzidə də çəkə bilərsiniz xəmiri və xəmirin kütləsini 6 hissəyə bölüb eyni qramdan da kündələr tuta bilərsiniz. Mən bu dəfə gözə yarı olaraq böldüm kündələri. 6 hissəyə böldükdən sonra kündələri hamısını görürsünüz, qəşəng kündələyirik və mütləq kündəsinin gəlməyi üçün gözlətmək lazımdır ki, yayarkən rahatlıqla xəmirlər yayılsın. Və bir qabın içərisinə, alt hissəsinə padnosa demək un səpirik və kündələri düzürük üzərinə. Bir salafanla örtüb üzərini bir 15-20 dəqiqə mütləq gözlətmək lazımdır ki, kündələr bu cür qəşəng bir qədər də yumşalsın, mayasını alsın ki, yayarkən rahatlıqla yayılsın. Mayalanmış kündələri bir-bir götürürük, üzərinə altına un səpərək incə şəkildə yayırıq.
Bişirəcəyiniz şirniyyatın qəşəng xırçıltılı alınmasını istəyirsinizsə, onda kündələri bir dəfəlik yayıb saxlamayın, bir-bir yayın. Bir-bir yaydıqda aralarına əlavə edəcəyiniz o kərə yağı da qəşəng donmuş olur. Yəni birini yayırsınız, yağlayırsınız və digər kündəni digər masada yayıb üzərinə yerləşdirənə qədər o qatın arasındakı olan yağ donur və bu müddətdə də bişəndə nəticədə də qəşəng xırçıltılı alınır qatlarınız. Və mən bir kündəni yaydım, gördüyünüz kimi incə şəkildə yaymaq lazımdır və taxtanın üzərinə də mütləq burada və ya masanın üzəri olsun, mütləq duru yağla yağlamaq lazımdır ki, bunu bükərkən kərə yağı ilə yağlasaz, yəni yapışa bilər xəmir alt taxtanın üzərinə, masanın üzərinə yapışa bilər. Ona görə mütləq duru yağla yağlayın alt hissəni. Amma qatların arasını yağlamaq üçünsə mütləq təmiz kərə yağından istifadə etmək lazımdır. Burada yağı da sizlərə göstərdim. 260 qram kərə yağı istifadə etdim. Yağı mütləq əridib tamamilə ayranından ayırmaq lazımdır. Yəni sırf kərə yağı, ayransız, tortasız bizə kərə yağı lazımdır. İlk kündəni əlavə edirik. Ehmalca darta-darta taxtanın kənarlarına yapışdırırıq ki, kündələr cırılmasın. Əgər cırılarsa qatlarınız alınmaya bilər. Nə qədər gəlirsə o qədər dartmaq lazımdır. Burada taxtanın da mən dairəsini sizlərə qeyd etmək istəyirəm. Mənim istifadə etdiyim taxtanın dairəsi 60 santimetrdir. Limon çiçəyi şirniyyatımızın kündəsi 6 kündədən ibarətdir və bir-bir kündələri qeyd etdiyim kimi ayrı-ayrılıqda kənarda yayıram. Burada videomuz çox uzun alınmasın deyə yalnız birinin yayılmasını sizlərə göstərdim. Özünüz də gördünüz ki, necə incə şəkildə xəmiri yaydım. Buradan da görürsünüz. Hətta taxtanın üzəri belə görünür. Yəni o dərəcədə incə yayılır ki və nəticədə də qəşəng xırçıltılı alınır. Bir-bir üzərlərinə yerləşdirərək kündələri yağlayırıq. Yağlayanda da mütləq hər tərəfinə çalışın ki, eyni bərabərdə yağ çatsın. 5 kündənin 5-ni də yağlayırıq, amma son 6-cı kündənin üzərini yağlamırıq. O qədər gözəl, zərif, dadlı, ləzzətli bir şirniyyatdır ki, bunu siz Novruz bayramı süfrələri üçün də hazırlaya bilərsiniz. Bir dəfə hazırlasanız, inandırım sizi ki, ən sevdiyiniz şirniyyatlardan olacaq. Yəni o qədər ləzzətli, o qədər dadlı, möhtəşəm bir şirniyyat alınır. Burada artıq son 5-ci kündəni yağladım və 6-cı kündəni üzərinə yerləşdirirəm, kənarlarını birləşdirirəm, amma 6-cı kündənin üzərini yağlamıram qeyd etdiyim kimi. Baxın, görürsünüz, kənar hissədən başlayıram və çox incə şəkildə, rulet şəklində bükę-bükę gəlirəm. Burada mütləq ehmalca, yavaş-yavaş bükmək lazımdır ki, səliqəli alınsın. Bir də çalışın ehmalca özünüzə tərəf bir qədər də xəmiri darta-darta bükün. Baxın, beləcə görürsünüz, çox səliqəli şəkildə yavaş-yavaş bükürük, rulon şəklində və belə bükdükdən sonra artıq başlayırıq kəsməyə. Bu xəmirdən məndə 19 ədəd limon çiçəyi şirniyyatı alındı, çünki mən iri ölçüdə kəsmədim, kiçik ölçülərdə kəsdiyim üçün tam 19 ədəd çox bərəkətli limon çiçəkləri alındı. Çox iri kəsməyə ehtiyac yoxdur, elə belə kiçik ölçüdə də görünüşü çox gözəl görünür. Hamısını bunları belə kəsdikdən sonra mütləq yenə də üzərini salafanla örtüb bir 15 dəqiqə gözlədin ki, biraz mayasını alsınlar ki, için oyarkən, içli yerləşdirərkən rahatlıqla forma vermək olsun. Üzərlərini örtdüm, bir 15 dəqiqə gözlətdim, bir 15-20 dəqiqə gözlətdikdən sonra götürürük, kənar hissədə olan o xəmiri, baxırıq hansı hissə biraz nahamardsa, o hissənin orta hissəsinə gətiririk və necə adi qoğalda, badambrada olduğu kimi, yəni orta hissəsini necə dəlib içli yerləşdiririksə, eynən bunda da o üsulla edirik. Baxın, görürsünüz, 2 barmaq vasitəsilə orta hissəsini dəlirik və içlikdən çox yox, 1 çay qaşığı əlavə edirik və için belə oyarkən mütləq alt hissəsinə də baxın ki, qatları qaçmasın yerindən. 1 çay qaşığı içlikdən əlavə edirik. İçlik də burada 19 gündən 19-una da hamısına çatır, yəni sizə az görünməsin. Cəmi 1 çay qaşığı içlikdən istifadə edirik. Çay qaşığını da tam doldurmaq lazım deyil, çünki kündələr kiçik ölçüdə kündələrdir. İçlik soyduğuna görə bir qədər də qəşəng bərkiyir. Görürsünüz, qatlar hamısı üzərində qalır. Baxın, belə xəmirin kənar hissəsini orta hissəyə gətiririk. Orta hissəsini dəlirik və 1 çay qaşığı qeyd etdiyim kimi içlikdən əlavə edirik.
alt hissəsini mütləq içlik əlavə edərkən qəşəng bərkitmək lazımdır. Baxın, belə bərkedirik, amma üzərindən çox yaslamırıq. Biraz ehmalca az yasladırıq və salam. Qatları da hamısı üzərində qalır. Bu üsulla 19 kündən hamısını düzəldirik və məsafəli şəkildə listimizə düzüb, amma mütləq listin içərisində də bir 20 dəqiqə gözlədin. Bu cür xəmirləri gözlədə hazırlayanda nəticədə çox gözəl alınır. Bu şirniyyatın adı limon çiçəyi olduğu üçün içli də limondan hazırlanır. Amma məsələn aranızda olar ki, limon sevməyərsiniz, limonlu içliklə hazırlamaq istəməsəniz, onda adi paxlava içliyindən istifadə edə bilərsiniz. Məsələn, qoz ləpəsini rondodan keçirirsiniz, şəkər tozu ilə hillə qarışdırıb içlik olaraq istifadə edə bilərsiniz. Amma inandırım sizləri ki, bu içliklə də o qədər dadlı, o qədər ləzzətli alınır ki, mən özüm inanmazdım ki, bu içliklə bu şirniyyat bu qədər dadlı, ləzzətli alınır. Möhtəşəm alınır. Sobamı da artıq öncədən yandırmışam. Listin içərisində bunları bir 20 dəqiqə, 25 dəqiqə gözlətdikdən sonra artıq sobanın ən alt gözündə şəkərbura rejimində bişirdim. Üzərinin qızarmamağına diqqət edin. Çox az, xəfif qızara bilər, amma tam qızarmalı deyil. Üzəri ağ qalmalıdır. Mən konveksiya rejimində 120-130 dərəcə arasında bişirdim. 40-45 dəqiqə müddətində bişirdim. Çox gözəl alındılar. Artıq bişiblər. Tam soyumasa da burada sizlərə göstərirəm. Görürsünüz, üzəri çox xəfif, azca saralıb, alt hissəsi isə qəşəng belə qıpqırmızı qızarıb, möhtəşəm alınıb. Qatları da hamısı üzərində bir-bir görünür. Vərəq-vərəq hamısı sayılır. Süfrəyə verərkən də üzərinə şəkər pudrası da səpə bilərsiniz. Mən servis edərkən, yeyərkən üzərinə şəkər pudrası səpdim. İndi kəsim iç görünüşündə sizlərə göstərim. O qədər zərif bir şirniyyatdır ki, əl vurmaq olmur. Əl vuran kimi ovulub tökülür. Qatları da hamısı vərəq-vərəq sayılır. Dadından da yedikcə doymaq olmur. Mütləq hazırlayın, geri dönüşlərinizi gözləyəcəm. Göz haqqınızı halal edin, videonu yaddaşa verin ki, itirməyəsiniz. Yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.